yiyəsi var, evin yiyəsi var, gözdə gələcək dedi. Gözləyirəm, gəlmir axı. 8-də yığışdırın, gəlmir. Nədir elə avtomatda raketlə gəlmir. Cəmaətin işi gücü var. Meyvəli bazarının yaxınlığındakı ərazidəyik. Burada baxın nə qədər yeni avtobuslar saxlayıblar. Deyilənə görə avtobuslar 2015-ci ildə alınıb və son 2 ildir ki, istifadə olunmur. Görəsən bu avtobusların texniki vəziyyəti nə yerdədir? Kimsə məlumat verə bilər? Xahiş edirəm, çıxın çölə. İndi sizə yaxınlaşacaqlar, məlumat verəcək. Buranın çəkişi siz başqa bir şəxsin ərazisinə girin. Çağırın polisi bir dəqiqə götürüb aparsınlar ki, icazəsini gəlib gelib çəkiş edirsən. Bizi aparacaq polis. Bəli, siz aparacaq ki, siz icazəsini niyə girmişsiniz? Sizə icazə verməlidirlər. Biz öyrənmək istəyirik ki, bu qədər avtobusu niyə burada yığılıb? Dur orada, çağır girən, gəlib çağır deyəcəklər. Sən durmamış ama girsən, sənin evindir, bura girsən. Bura mənim evimdir. Bura ev deyil, burada avtobuslar yığılıb. Avtobusda insanların istifadəsi üçün nəzərdə tutulur. Bura mənim evimdir. Pik saatlarında avtobuslarda basa-bas olur. Bəzi sakinlər hətta yarım saat və daha çox avtobus gözləyirlər. Burada isə baxın nə qədər avtobus yığılıb. Köhnə avtobusların yerinə bunları vermək olar hər halda. İllərdir burada yatır bu avtobuslar. Heç biri də sürülmür, qapıları filan açır. Ekspertlər isə bildirir ki, yeni alınan müasir avtobuslar qısa zamanda yararsız hala düşüb. Çünki onların ehtiyat hissələri tapılmadığı üçün təmir etmək qəliz olur. Onlar alınır, qalır. Düzgün, belə deyək də, biznes tərəfindən baxılmır məsələyə. Ehtiyat hissələri məsələsi var, onların qulluq məsələsi var. Və bir də baxırsan ki, hamısı tullantıya çevrilib, ölüxana yaranıb qalır orada. Məsələ ilə bağlı Bakubasdan bildirilib ki, istismarda olmuş İVECO avtobuslarına texniki baxış keçirilir. Aidiyyəti üzrə texniki iqtisadi qiymətləndirmə aparılır. Qiymətləndirmənin nəticələri nəzərə alınaraq sözü gedən avtobuslarına bağlı müvafiq qərar qəbul edilir. Əlavə məlumat olduğu təqdirdə ictimaiyyətə bildiriləcək.